Salam, bugün sizinlə çox spesifik bir mənbəni müzakirə edirik. Aliment sistemi kişilərə qarşı ailə soyqırımı adlı mətndən çıxarışlar. Məqsədimiz əslində bu mətnin aliment sistemi və onun, yəni kişilərə təsiri barədə nə dediyini anlamaqdır. Mətn kifayət qədər kəskin mövqedən çıxış edir, deyir ki, sistem kişilər əleyhinədir, ciddi nəticələri var. Gəlin baxaq bu arqumentlər necə əsaslandırılır və bir şey xatırladım. Biz burada sadəcə mənbədəki fikirləri çatdırırıq, onları təsdiq və ya təkzib etmirik. Bəli, bu həqiqətən də ailə, qanunvericiliyi, cəmiyyət haqqında çox iddialı bir baxışdır açığı. Mətnin həm diqqət çəkən tərəfi odur ki, bəzi qadınların evlilik və boşanmanı sanki bir maddi qazanc mənbəyinə çevirdiyini iddia edir. Buna da mənbədə boşan və qazan strategiyası deyilir. Maraqlıdır. Boşan və qazan. Bu necə təsvir edilir mənbədə? Daha detallı. Deməli, mətnə görə bu belədir. Bəzi qadınlar məqsədli şəkildə evlənir, uşaq dünyaya gətirir, sonra da boşanır ki, aliment və sosial yardımlar alsın. Belə bir iddia var. Amma onu da deyim, mənbə özü də qeyd edir ki, bu bütün qadınlara aid deyil, sadəcə sistemi belə istifadə edənlər var deyir. Elə bir iqtisadi layihə kimi. Yəni, mənbənin əsas iddiası odur ki, sistem özü buna şərait yaradır. Belə çıxır. Tamamilə. Mətn əsas arqumentlərindən biri elə budur. Deyir ki, qanun və cəmiyyət qadını çox vaxt avtomatik qurban kimi görür, kişini isə daha çox bankomat, pul mənbəyi və iddia olunur ki, kişi öz hüququnu tələb edəndə, hətta emosional olanda, məsələn, ağlasa, mənfi reaksiya görür. Amma qadına simpatiya göstərilir. Hətta atalıq hüquqları. Bəli. Mətn deyir ki, atalıq hüquqları belə birbaşa aliment ödəmə qabiliyyəti ilə əlaqələndirilir. Yəni, ödəyə bilmirsənsə, hüququnda məhdudlaşır. Bunlar çox ciddi iddialardır, düzü. Bəs mənbə deyirmi ki, bu vəziyyət kişilər üçün nə ilə nəticələnir? Nə kimi təsirlər olur? Bax, məhz burada mətn daha da sərtləşir. Nəticələr çox ağır təsvir olunur kişilər üçün. Psixoloji təzyiqdən danışılır, depressiya, maddi çöküş, sosial izolyasiya, hətta ən ağır halda intihar riskindən belə bəhs edilir mənbədə. Çox ağır. Hə, və eyni vaxtda mənbənin iddiasına görə qadın cəmiyyətdə çox vaxt tək başına mübarizə aparan ana kimi müsbət obrazda təqdim edilir, alqışlanır. Deməli, mənbə burada açıq-aşkar ikili standartların olduğunu deyir, eləmi? Bəli, mətnin əsas mesajı, əsas argumenti budur. Və bütün bunları yekunlaşdırıb, mətn kişilərə bir növ oyanış çağırışı edir. Mənbənin öz terminologiyası ilə desək, red pill almağı təklif edir. Red pill, yəni Matrix filmindəki kimi, reallığı görmək. Bu nə deməkdir konkret olaraq bu kontekstdə? Mənbəyə görə bu o deməkdir ki, kişilər romantik illüziyalardan ayılmalıdır, evliliyin və boşanmanın hüquqi, maliyyə reallıqlarını anlamalıdır. Tövsiyə edir ki, kişilər evlənməzdən əvvəl daha ehtiyatlı olsunlar, öz hüquqlarını, maliyyə vəziyyətlərini qorusunlar, məsələn, evlilik müqaviləsi bağlasınlar. Yəni, özünü sığortalamaq kimi bir şey. Bəli, bir növ. Və mənbə bütün bu vəziyyəti ümumiləşdirərək deyir ki, bu əslində bərabərlik deyil, cinsiyyətə əsaslanan hüquqi diktaturadır. Çox sərt ifadədir. Beləliklə, bugün baxdığımız mənbə aliment sisteminə və onun nəticələrinə çox, sərt və bəlkə də bir tərəfli görünə biləcək bir baxış təqdim etdi. Sistemi kişilər üçün ədalətsiz, hətta dağıdıcı bir mexanizm kimi təsvir edir. Və sizin üçün də üzərində düşünüləsi son bir fikir bəlkə də, bu mətn problemini sadəcə hüquqi ya da maliyyə məsələsi kimi görmür, daha fundamental səviyyədə qoyur ailə anlayışı, gender rolları, hətta bərabərlik ideyasının özünə meydan oxuyur. Mənbənin iddia etdiyi o hüquqi diktatura prizması həqiqətən də sizi sosial və hüquqi strukturların ailə münasibətlərinə, fərdlərin həyatına necə təsir etdiyi barədə düşünməyə vadar edə bilər. Əlbəttə ki, bunu yalnız bu mənbənin təqdim etdiyi baxış bucağından dəyərləndirsək.